Dim test toplusu aldehidlər bölməsi səhifə 231 51-ci suala baxaq. Və deyir ki, aldehid. Aldehidi doymuş aldehid. Formol CnH, 2NO deyək. Bunun hidrogenləşməsi. Bu 1 mol hidrogen birləşdirir. Və alınır nə? Aldehid. Spirt alınır. CnH plus 1 OH. İndi element birləşmə nə qədər atom birləşdirirsə, o qədər sigma rabitəsi artır. Məsələn, burada atom sayı nə qədərdir? 3 sigma rabitəsi 3. Bəli, 3-dir. Bəs burada, məsələn, deyək ki, atom sayı nə qədərdir? 3 sigma rabitəsi 3 Yəni sigma rabitəsi 2 vaid nədir? Artdı. Bəli. Onda nə yazırıq burada? Bu açıq bitsə, bu nə olacaq? A plus 1 olacaq. Yəni 2 A plus 1. De bəndə. Səhifə 233-də 73. Aldehidin molekülər kütləsi. Yəni aldehid hidrogenləşməsi 1 mol hidrogen. 1 mol hidrogen birləşdirirsəz, nədir? Kütləsi nə qədər artır? 2 vaid artır. Bunun molekülər kütləsi M-dirsə, 2 qram hidrogen gəlir sadəcə. Məsələn, M üstəgəl 2 olur. Bu qədər. D variantı. Yetmiş beş. Metil spiritinin katalytik oksidaşməsi. 96 qram. Metil spiriti mis çoks ilə oksidləşməsi. Nə alınır deməli? Aldehid. Yaxşı, indi belə deyək. Bunun molekülər kütləsi 32-dir. 32 qrama 30 qram alınır. Metanol. 96 qrama nədir? 90 qram. 90 qram metanol. Metanol 90 qram. Su nə qədərdir? 160 qram. Məhlulumuz da 160-90. 250. 250 qram. İndi bunun kütlə payı nə qədər olar? Bəli. 90 bölünsün nə? 250 vurulsun 100'e. Bu da 36%. Ha ben de.
77. Pentan ve formaldehit. Pentan ve formaldehit. Cəmi 10 qramdır. Hidrogen redusiyasında neçə qram olur? 10 tam 10-2 qram. Nə qədər artdı deməli? 0,2 qram artdı. Yəni bu 0,2 qram hidrogendir. Bu hidrogen nə ilə daxil olur? Formaldehidlə. Pentanla daxil olmur. Formaldehid, 1 mol formaldehid, 1 mol hidrogenlə daxil olur. Nə alır deməli burada? Metanol alır. Metil spirti. İndi metanol da ml 30'dur. Hidrogenlə molyar kütləsi 2'dir. Necə yazırıq? 30 qrama 2 qram. Dedik ki, hidrogen nə qədərdir? 0,2 qram. 0,2 qram hidrogen nə qədər olar? Bu da nədir? 3 qram. Bəs pentan nə qədərdir? 10 çıx 3, bəli? 7 qram. Şimdi pentanın kütlə payı nə qədər olar? 7 bölünsün 10, vurulsun 100. 70%. İyi bəndi. Seksen dokuz. Burada veribdir. CnHn plus 1 CHO. Məsələn, burada yeni qiymətlər. Məsələn, deyək ki, N0 versək, N0 versək, misal üçün. Formu necə olacaq? N0 versək. HCHO, düzdür. İndi burada karbon sayı, hidrogen sayı, oksijen sayı. Karbon sayı neçədir? 1. Hidrogen sayı neçədir? 2. Oksijen sayı neçədir? 1. Yaxşı. Məsələn, bir də axırını götürək. N3 götürsək, N3 versək, formu necə olacaq? C3, H7, CHO. İndi burada karbon sayı 4. Hidrogen sayı 8. Oksijen sayı 1. Yine göre ikiz hansıdır burada? Bəli. İkiz hansıdır? Mesela N versək 2, 8 oldu. Bəli. Hidrogendir. İkiz hidrogendir. Bəs Y hansıdır? N3 versək karbondur. Z də dəyişmir, oksijendir. Elə olduğu kimi qalır. Bəli. İkiz hidrogen, Y karbon, Y variantı. Doksan bir. Hansı keton alkinlərin hidratlaşma reaksiyasını almaq olmaz? Birinci belə deyək, almaq olara baxaq. Məsələn, şunu müqayisə edək. Məsələn, hansı ketonu alkinlərin hidratlaşmasına almaq olar? Məsələn, o ketonu ki, karbonik qrupuna birləşən karbonda hər hansı birində fərq yoxdur. Ya deyək ki, bunda, ya bu birində kim çatdı mı? 2 hidrogen olsun. Ya bu karbonu, ya bu karbonu. 2 hidrogen. Yəni, məsələn,
Belə deyək. Məsələn, bir misal gətirək, A variantı. Dipropil keton. Dipropil keton. Yazıq dipropil ketonu. Məsələn, bu alkimdən almaq olar. Çünki buna birləşən karbon, qonşu karbonla birində 3 qat şey var da, 2 hidrogen var. Məsələn, bu necə almaq olar? Yəni, bu hissələr deyək ki, 3 qat artır. Belə deyək. Bunun üzərinə su gəlsək, məsələn, hidrogen bir tərəfə birləşir, oksijeni bir tərəfə birləşir. Yəni, bu cür almaq olar. İndi burada cavab nədir? Bir hamısını yazmayaq, deyirsiniz. Burada cavab nədir? Məsələn, D bəndinə baxaq. D üslü butil keton. Yazıq ki, D üslü butil keton. Necə yazıq üslü butil ketonu? Bu üslü butil keton. Şimdi burada karbon qrupuna birləşən karbonların heç birində hidrogen yoxdur. Çünki alkin hidratlaşır, keton alınırsa, hidrogen bir tərəfə birləşir, bir karbona birləşir, 3 qat tərəfdə olan bir karbona birləşir, oksijen də digər karbona birləşir. Ona görə cavab nədir? D bəndi olur. Biz üçüncü suala baxaq. Deməli, X, R1, CO, R2, Y, R1, oksijen, R3. İndi X-in hidrogenləşmə məhsulu. X-in hidrogenləşmə məhsulu. R1, CO, R2. Bu hidrogenləşəndə nə alınır? İkili spirit, bəli. Biri bura birləşir, bir də bura birləşir. Alınır ikili spirit. Yəni R1, CH, OH, R2. Və deyir ki, 3 metil butanol 2 alır. Bu 3 metil butanol 2'dir. Yaxşı. Şimdi 3 metil butanol 2 yazaq. Belə, düzdür. Şimdi bax buradan görürük ki, bir metil radikal olur. Bir də hansı radikal olur? İzopropil radikal. Və qaydırıq yenə bura. Əvvələ qaydanda nə olacaq deməli? CH3 necə? CO CH, CH3 CH3. Biri metil radikaldır, biri də nədir? İzopropil radikaldır.
Metil və izopropil. İndi burada deməli nə deyir? Cəmi 18 hidrogen var ikisi bir yerdə. 18. Yəni bu formula görə x-dir. Hə. Burada nə qədər hidrogen var? Məsələn, bunun özündə. 10 hidrogen var. Neçəsi qaldı? 8 hidrogen qaldı. İndi burada R1 hansıdır? Yəni R1 radikal hansıdır? Hər ikisində R1 radikal var. Şimdi burada 10 tane hidrojen var, burada 8'dirsə, onda R1 nə yazarıq? Bəli? Uyğun yoxlayırıq da, düzdür? R1 nə oldu? Metil. Bəs onda R3 nə olacaqdır? Etil. Bəli. Çünki 8 hidrogen olsun. Yaxşı. Onda, deməli, R1 metil radikal oldu. R2 izopropil radikal oldu. R3 de metil radikal oldu. Ve bunları birleştirdik. R1 ilə R2'ni birleştirəndə ne alınır? R1 ilə R2'ni birleştirək. CH3 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 2 metil propan. R1 R3 R1 ilə R2 birləşdirək. CH3 C2H5 propan. R2 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 ilə R2'ni birləşdirsə, yəni izopropil radikallarını birləşdirik də. CH3 CH onda ne olacak bu? 200 metre buta. Deməli hansı oldu? Y bəndi. Yüz yetti. Bir asimetrik karbonun atomlu en az sayıda karbon atomu olan aldehit. Deyək ki, asimetrik karbon aldehit, mesela karbon sayı en az olmalıdır. Mesela bu aldehit qrupu olacaq, təbii ki. Sonra hansı radikallar olacaq? Metil və etil olacaq. Yaxşı. İndi baxaq görək nə doğrudur. 1. Hidrogenləşməsi. Yəni bunu belə yazaq, yaxşı. Bunun üzərinə hidrogen gəlişdə nə alır? Belə bir maddə. Bəli. Bu maddənin adı nədir? Nömrələyirik. 1, 2, 3, 4. 2 metil butanol 1.
Orada 3 metr butanol bir deyil. Bu səhvdir. 2. Yəni bunu CH3, CH2, CH. Hə. Burada hansı radikallar var? İkili butil radikalı var, bir də aldehid. Bəli, bu ikili butil radikalıdır. Düzdür. Pentanon 3 ilə izomerdirmi? Məsələn, 3-cü. Pentanon 3, məsələn, buradan yazıram. Pentanon 3 yazar. İzomerdirmi? İzomerdir. Yəni, eyni də tərkib. İzomer. Yəni, hər ikisinin tərkibi C5, H10, O. Yaxşı. İzomerdir. Molekulda neçə sigma rabitəsi var? 4-cü. Yəni, ümumən, biz formulu dedik ki, nədir? C5, H10, O. Nə qədər atom var uşaqlar? 16. Onda sigma rabitəsi bir vahid az olur. 15. 15 sigma rabitə. 4-dür. İkinci karbon atomunun oksitləşmə dərəcəsi. Birinci karbon atomu, ikinci karbon atomu. Oksitləşmə dərəcəsi neçədir? Hidrogen müsbət 1-dir, karbon mənfi 1-dir. Burada mənfi 2 deyil, səhvdir. 6-cı. Karbohidrogen radikalı. Bu ikili butil radikalı ilə karbohidrogen radikalı. Nə qədər karbon vardır? 4 dənə. Düzdür. Cavab 2, 3, 4, 6. %9. Deyir ki, azalan nədir? Bu hidrogen birləşdirsə nə alır? OH. Karbon kilo payı. Azalar mı? Azalır. Çünki hidrogen birləşdirir, kilo payı azalır. Deməli, 1 olar. Birinci karbon oksitləşmə dərəcəsi. Məsələn, birinci karbon budur. Oksigen mənfidir, hidrogen müsbət 1-dir. Karbon neçədir? Bəli. Müsbət 1-dir. Burada da birinci karbon budur. OH mənfidir, hidrogen müsbətdir, karbon neçədir? Bəli, mənfidir. İndi karbon deməli, nə oldu? Müsbət 1-dən mənfi 1-ə gəldi. Azaldı deməli. 2 doğrudur. Sigma rabitələrin sayı necə olar sizcə? Əgər atom birləşdirirsə, artar. Bu səhvdir. İkinci karbon oksitləşmə dərəcəsi. Bu ikinci karbon da budur. Mənfi 3. Burada da, bəli. Bu da mənfi 3. Burada dəyişmir, düzdürmü? Yaxşı. Molekulda sp2 hibrid orbitalların sayı. Məsələn, sp2 hibrid orbitalların sayı. Burada sp2 karbon budur. Hə? sp2 karbon idi, bu oldu sp3. sp2 karbon hibrid orbitalların sayı nədir?
azaldı. Deməli 5 olar. Amma S1 çiftlikdə ortalan sayı nə yer? Artar, bu deyil. Yəni cavab 1, 2, 5'dir. %13. Yaxşı. Deməli burada tənif verib R1 CH2 OH. Mis 2 oksidlə oksidləşməsi və alınır necə? Aldehid alınır da, bir disbitdir aldehid. Yəni R1 COH. Mis və su. Bu 2,2 dimetri propana. 2,2 dimetri propana. Şimdi formülü yazacaq. 2,2 dimetri propana var. 1, 2, 3. Hə? Bu propana 2,2. İkinci karbona 2 dənə metil birləşdirik. Belə. 2,2 dimetri propana. Onda R1 radikalı nə olur sizcə? Bəli, üstü butil radikaldır. Düzdür, üstü butil. Yaxşı. Bunu bildiniz. Bunu əvvələ qayıtsaq, burada spid deməli nə yazarıq uşaqlar? CH3, CH2OH. Elədir. Yaxşı. Sonra keçək opsiyona. R2 CH2OH CH3. Bunun mis 2 oksidə oksidləşməsi. Nə anladı deməli burada? Keton. Burada hidrogenlər çıxır, oksigenlə birləşir. Yəni R2CO CH3. Mis və su. Və bunun adı nədir? Metil izopropil keton. Şimdi biz metil izopropil ketonun formunu yazırıq. Metil var. Deməli, burada nə yazırıq? İzopropil yazırıq. Deməli, burada izopropil radikalı. Bu belə. İzopropil. Biz bildik də R1 nə oldu? Üstü butil. R2 nə oldu? İzopropil. Və R1 ilə R2-ni birləşdirək. Necə birləşmə alaraq? R1 üstü butil. R2'də izopropil. Baxaq görə. Birinci, molekulunda neçə, birlik karbon nə qədərdir burada? 5 dənədir. Bir doğrudur. Adı nədir bunun? 2,2 3 trimetil butan. Amma orada nə deyir? 2 trimetil butan, bu səhvdir. Neçə hidrojen var burada? Yəni formul nə olacaq? C6H14. Elədir? Yox, C6 deyil, C7.
S7H16. Bəli. S7H16. Burada nə qədər? Karbonlar S böyükdür. Karbonlar nədir uşaqlar? S böyükdür. İndi sp3 S. Karbon, hidrogen arasında sigma rabitəsi. Nə qədərdir burada? 16'dır. Burada nə deyil? 18 deyil. İndi S7H16. Hansı aqreqat halda olar? 5'e qədər 5'e qədər qazdır. 5'dən başlayır maye. Bu mayedir. 4'dür. Neçə hibrid orbital var? S7H16. Yox, karbon S3'dür axı. 7 karbon S3'dür. Yəni 7 vurulsun 4, hə? 28 hibrid orbitalı var. 16 deyilsə bu səhvdir. Yaxşı. 6-cı. Heptan izomeridirmi? S7H16'da heptanın izomeridir. Bu doğrudur. Deməli cavab nədir? 1, 4, 6.